danışmaq lazımdır. Bugünkü günü məşqsiz bu presləri yığmışam, düzdür? Məşqə gedim, müəllimə 300 manat verim. Məşqə gedim, məşq müəlliminə 300 manat verim, bura pres yığım, hə? Yığdım bir aya, 300 manat verdim, hə? Bitti. Getdim, kola əlimdə. Məşq bitdi. Kolanı içdim. Bir dənə də bununla. Koy bunu qabağına. Ye. Konfetləri. Otu ye. Yedin ürəyim. Bu boyda. Gəz. Müəllim yaxşı müəllim deyil. Mən nə günə qaldım. Başa düşmədim. Başa düşmədim. Nə dəxli var ki? Müəllim səni dalınca gəzməlidir, yaz. Özünün özü soyqon olsun da. Özünün özünə denən ki, ay filan gəz. 300 manat müəllimə pul verib, pres yığmışam. Neyinirsən? Kolanı salıb 3 gündən bir iç. Özünün iradəsi olmalıdır. Ki, mən bu çaya pul vermişəm. Bu müəllimə pul vermişəm. Əziyyət çəkmişəm. Zəhmətlə qazanıram. Səhər gedirəm, axşam gəlirəm. Düzdür? Mən bunu əziyyət çəkib buramı düzəltdirmişəmsə, hə? Və bu rejimi də saxla da. Müəllim neynəsən, sən gedirsən sevgilinlə, zakuska ilə pivə vurursan, yatırsan, müəllim nə varsın sənə? Vızqırt da səndə, aclar, giclər mənə rast gəlir. Hə? Məndən alma çayı, get başqasından al. Heç kim sənə cavabdeh deyil, aşkım. Sənin özünün, öz rejimin olmalıdır. Məndən çay alan qızlar var ki, rejimləri var, ürəyim. Mənə deyir ki, Zuzu, mən 6-cı günü kola içirəm. Bir də bazar günü cipsi alıram özüm üçün. Bu boyda cipsini otururam, bazar günü qoyuram qabağıma, yeyirəm. Deyirəm, can, başa düşdün? Anavın, bacığın, evindəkilərin adını buraya yazma. Hə, bax belə şeylər var, Rəm, bu şeylər var. Ona görə məndən alma o çayı, get başqasından al. Heç kim sənə cavabdeh deyil. Məşq müəllimlərində pisləyirsiz, getdik, pres aldıq, kökəldik. Ürəyim, idmanı mütəmadi eləmək lazımdır. İdman, mən 32 yaşında bir il idman eləyim, 60 yaşına qədər fit qalacam, elə bir şey yoxdur. Fit qalmaq istəyirsənsə, öncədən arıqladıcı çay içirsənsə, çaydan sonra da buraların sallaq qalmasın deyənə məşqə getməlisən. Sən özün özünə rejim eləməlisən. Hansı çayın üstündə yazılır, mən səni rejimdə saxlayıram. Xəstəsən sən. Bəs eləyir, sən rejim, mənim 32 yaşım var, ürəyim. Mənim 32 yaşım var, gəl sən mənim bədənimə bax. Gör bir dənə selülit görürsən mənim sinəmdə, oramda, buramda. Kimi özümü saxlamışam da, özüm belə, kim saxlayıb məni? Bəlkə dilqəmin yanına gedib sinəmi yığdırmışam. Bəlkə sinə yığdırmışam, bəlkə dalımı yığdırmışam. Haramı yığdırmışam ki? Öz bədənimdə də özüm saxlamışam bunu. Kim saxlayıb ki? Taxtaya oxşuyuram, nəyə oxşuyuram? Zato mənim öz bədənimdir. Zato mənim bədənimdə tikiş izi yoxdur. Mənim sinəmdə jele yoxdur. Hamısı mənim özümündür da. Kim saxlayıb? Özüm saxlamışam da özümü. Məşqlə saxlamışam, arıqladıcı çayla saxlamışam. Mən sizdən də çox yeyirəm. Qoyuram, deyir, bax, avara adamam. Bax, sülək. Görsən, süləyi görsən, bax. Avaraya bax. Süləyə bax, bütün günü yeyirəm. Mənim rejimim var da, abla. 3 gündən bir, nə qarım? Dünənləri almışam. Oturdum, zəhərləndim 4 dənə. Ala, bir dənə qalıb. Otururam, zəhərlənirəm, şişirəm. Neyiniyəm? Məndən olsa, mənim nəslim hamısı toppuş-moppuş şeylərdilər. Az şişərəm, partlayaram, mən. Şişərəm, partlayaram. Dünənləri mamam McDonald's'dan 2 dənə hamburger aldı, bir dənə kartoşka. Gözümüzün qabağında bir dənə hamburger yedim, 3 dənə də kartoşka. Qoydum qırağa, beynimdə dedim ki, Zuzu, olmaz.
Sənə lazım deyil, yemək olmaz, sənin 32 yaşın var, donuz boyda olasın, sonra ərə gedəməyəsən, sonra 3-cü uşağı doğamayəsən, sonra aşk yaşayamayəsən, oğlan deyəcək fivrmısan. Bu şeyləri demək lazımdır, demək lazımdır. Xəstəsən, nəsən demək lazımdır. Az sən özünə tutmayandan sonra gədə səni tutacaq. Oğlanların başını bıraxın, ey bacı. Oğlanlar yalandan bizə nə deyir adama? Atlatış motuş olmaz, qələt eləyir. Bacı, valla yalan deyirlər. Qurana and olsun, afiristdirlər hamısı. Yalandan sizə deyirlər ki, mən səni topuş istəyirəm. Quran haqqı yox. Az kimə lazım deyirsən, bu sinən qarnımın üstünə gəlsin, qarnının şalvarından aşağı gəlsin. Yalan deyir bacı. Az yanımızda bilir, arıq-marıq nə gündədir, yalan deyir bacı. Bir dənə sən onun başının üstünə kamera qoy, başının üstünə. Bir dənə arıq qız görsünlər, şortikdə belə eləyir və. Ac qarğalar, bacı inanmayın, kökəlməyin aşkım. O kökəlmək sizə ziyan, sizə xəstəlik. Mən sizə demirəm 40 kilo olun, 40 kilo xəstəlikdir. Sırazı sizi xəstəlik tutar. Eləməyin, 50-55 kilo qalın bəsivizdir. Boyunuz əgər 1.70-ə qədərdirsə, çəkimiz 55 qalsın. Boyunuz siz elə bil ki, mən nə deyə bilərəm indi? Boyunuz aşağıdırsa canım, çəkimiz 50 qalsın. O 5 kilonu verin. Necə arıqlamışam? Mən çayla arıqlamışam. Səhifədə əlaqə nömrəsi var. Mən indi sözdür də deyirəm də, danışırıq hamımız. Söhbət edirik. Qırqızılı da taxmamışam bugün. Özümü narahat hiss edirəm. Canım mənim. 1.60 boyum var, 50 saxla da çəkivi. Dalın zadın qəşəkdirsə saxla. Day dalın belə yökə zat eləmə. Kökəlməyin. Kökəlməyin. Dırnaqların niyə fərqlidir? Bicbaladılar, əllərim bicbaladır, hərəsi bir kişidən. Hə, qızlar, səhifədə nömrə var. Kimlər çay istəyirsə yazsın. Məsəl üçün, mən qardım nə boydadır da mənim. Mənə deyirlər ki, ritinoprastika eləmirsən. Mən heç o sözü deyə bilmirəm da. Burnum yekəydi, qarqamel zat deyirdiniz mənə. İndi pis yaxşı, indi izləyəcəm sizə, cəhənnəm olasınız. Prosta deyirdiniz də, indi başa düşürsə. Sizin sifətinizdən yemədim, içmədim, şey eləmədim, getdim, bankdan pul götürüb burnumu kəstirdim də. Sizə görə elədim, sizin ucbatınızdan. Amma başqa yerimi eləməmişəm. Amma eləsəm deyəcəm, niyə eləmirəm ki? Niyə eləmirəm az? Aygün Kəzimova kimi qızam mən, nə olub az mənə? Heç aramı eləməmişəm. Belə eşitmək istəyirsinizsə, yəni yoxdur. Yəni, içində şey yoxdur. Bax, hər şey qaydasında. Bax. Bax. Görsən. Hələ bu eynidir. Deyir, ala. Yoxdur. 54, 55 görsətdi də, 55, 10 yarısı telefon, 58. 58 deydi az. 54, 80 da, yəni. 54-50 mənim çəkimdir. Belə yaxşıdır. Qarnım yox, bir şeyim yox, aşkım. Buradan bir damcı şey çıxırsa, o hamiləlikdən qalır, bacı. O hamiləlikdən qalır. Mən onu gedib kəstirsən, kəsəcəklər bu göbəyi, aşkım. Bu göbəyi kəsəcək, qoyacaq deyə buramın üstünə. Hə, buradan da bu boyda tikiş. Bu boyda tikiş istəyən qız idim, elə keysirlə gedib uşaq doğardım da, deyinirəm. Bu boyda tikiş buradan qoyurdularsa, elə kesirə əziyyət çəkib uşaq deyə doğurdum ki, sandısı mənə nevroloji xəstə elədi. Elə kesirə gedərəm də, o bir damcı bu boyda qarnın qabağa gəlməyinə görə gedərdim kesirə. Beynim pozuldu, əsəblərim korlandı, uşaq dünyaya gətirdim. Neyinirəm? Neyinirəm? Kupanikdə geyinirəm, kupanikdə mənə gözəl qalır. Maşallah, kupanikdə gedirəm akvaparka, o başdan bu başda qədər arvadlı kişili baxırlar mənə. Allaha and olsun, arvadlı kişili baxırlar mənə. Mən kupanik geyinəndə. Boylu buxunlayanda, kabloku da geyinirəm, lap hündür görsənim. O qədər gözələm, ay Allah ya gəlsəydi. Birini deyirəm, birini deyə bilmirəm, ürəyim partlayır. Bu yay da gəlmir. Bacımın bir şəkilləri var, xalq görür də özü. Boyum 1.75, geyindirəm bu kupanikləri, bacı, ağı, sarısı. Victoria Secret yox, Louis Vuitton, ağ rəngdə. O qədər gözələm, o qədər gözələm, ay Allah. Çox gözəl görsənirəm də, mənim ki bu boyum var ha, heç nə yox.
Bu taxta ayaqlarım var, kabloku da geyinirəm, tangetka geyinirəm də, bildiğin onda maraqlı görsənirsən. Tangetka geyinin, kupanikdə tangetka geyinirəm akvaparkda bu tangetkanı. Az. Deməli, o başdan gedirəm, bu başda qutarıram. Oradan da telefonla danışa o başda gedirəm, bu başda dayanıram. Az arvatlı kişili, az bu buna deyir, az zuşka. Bu buna deyir, az zuşkaya oxşuyur da, az nə günə qalıb. Bu birisi deyir, az nə qəşən şeydir, az bu cındıra oxşuyur TikTokda. Az o qədər gözəl sözlər eşidirəm. O qədər gözəl, o qədər xoşbəxt oluram. Az mən necə ərə gedim? Mən ərə getsəm ər qoymayacaq axı məni belə geyməyə. Mən əkslər bürcəyəm, bacım, mən xoşlayıram, mənə komplimentlər desinlər. O qədər xoşbəxt oluram ki, ay Allah, belə deyəndə ki, cındırıydı, adam oxşayır, o da xoşuma gəlir. İndi deyir də, qoy desin, nə olar indi? Sən şeydir də, partlayır axı, qoy desin. O qədər xoşbəxt oluram. Mənim indi ərim olsa mənə qoymayacaq axı bacı. Mən də sizin kimi gedəcəm, sarafanla oturacam orada. Heç it də mənə baxmayacaq. Ona görə bacı, mən ailə qurmaq istəmirəm. Mən ailəmi öz karyerama qurban verirəm bacı. Hə, əkizlər elə olur da bacı, əkizlər elə olur. Mən öz karyeramı qurban verdim kupaniklərimə. Siz xırdalandan köçürsünüz. Az mənə pulum var, xırdalandan köçüm. Hardan köçdüm? Elə xırdalanda çürüyürəm de, 6 ildir daha burada. Kupanik karyerası qardaş. Az ağlı neyinirsən ya, az ağlı neyin? Az ağıllı olub nə fox yemirsən. Nərdəkəndə 2 torpağım var. Kreditim var. İtə də bir əpək borcum var. Bankda 1000 manatın yox deyib burnumun fıtığı axanda, xəstə yatanda. Heç olmasa banka zəng eləyəsə ki, 200 manatımı kartıma at. Boyu bir yerə soxum səni. Bunu at bloka. Hə. Sən kişiliksən, ağıllısan da, hə. Bankda heç olmasa 1000 manatım var. Burnumun fıtığı buraya ağzıma girəndə. Zəh vurasan ki, kartıma pul atsınlar. Amma mən ağıllıyam, mən işləyirəm. Səhər açırır, axşam ecəm. O qapıdan vururam, bu qapıdan çıxıram. Eşeğe oxşayıram, öz canın çıxsın. Modeli oxşamısan, kim saxlayır səni? Bəlkə dünənləri mən eşeğe 101 dənə gül gəldi, sənə 1000 dənə gəldi. Bir görsət də bizə, bir aç mənə misafir səni görsədəy də. Bəlkə bir dənə pırlayan tüzük gəldi sən üçün. Bəlkə mən kimi apil saat taxırsan, açındır. Mən ağılsızam. Az mən ağıllı qadınam. Mən burada özümü xiyar kimi görsətirəm. Çünki bura səhnədir. Burada oynayırsan, kapattın, həyatda ağıllı ol. Az mən həyatda ağıllı qız olmasaydım, TikTokerlərin 90% açardı canını, bir sən nə deyərdi? Az videolarım var, bizdə, az. Heç kim deməmi işləyim yox deyil. Başa düşürsən, ancaq mənə deyirlər ki, kafedə qalmış, xırdalanda qalmış, maşında yatmış, onu da hamı bilir də, səy-səy gəzirəm olsa. Neyiniyim ay bacı, işim budur da, qapılara düşmüşəm, neyiniyim? Kafelərə də ki, içəri getmirəm. Bir ülkəli lahmacundur, bir də ləzzizdir, o kafelərdir. Bir də McDonald's, yaxşıdır, burada var. Krevetkaları da alıram özüm üçün. Başqa mənim heç kimin yanında işləyim yoxdur. Səy. Mən səy olsaydım, elə şey olardı. Neyinirəm? Niyə çıxmışam? Hara çıxmışam? Niyə dırnaqlarım belə də əkslər bir? Az mən ağıllı qadınam, ay bacım. Mən özümü burada kiş kimi görsətirəm. Mən bir oğlanla münasibətim olmuşdu. Danışmışdıq. Oğlan mənə dedi ki, mən TikTokda elə bilirdim ki, sən həqiqətən də başdan xarabsan. Sən adamı susuz aparıb susuz gətirərsən. Sən həqiqətən də ağıllı qadınsan. Belə baxdım dedim, mənim Winnie Puhum, mənim Petaçokum. Bəs bilmirdim, mən ağıllıyam. Qurana and olsun, mənə dedi ki, deməli, sən həqiqətən də ağıllıymışsan. Sən həqiqətən də çox bilmiş qadınsan. Mən elə bilirdim, sənin başın çatmır, bala. Dedim, mənim Winnie Puhum, mənim Petaçokum. Sən elə də bil. Allah sənə rəhmət eləsin. Siz niyə özünüzü belə aparırsınız? Mən özümü niyə belə aparam? Ürəyim, vaxt var idi, mənim canımda 7 nəfər adam var idi. Mən otururdum, az dil ədəbiyyat müəllimi idim. Salam uşaqlar, yaxşıyam, siz necəsiz? Özümü mədəni aparırdım da, deyim 2 dənə uşağım var. Gördüm, yox, bir gün Semka mənə PK attı, bacı. PK-sında da 7000 nə qədər adam var idi.
dənizdə çəksək 500 manata çimirdi. Bilmirəm, uduzmuşdu, neynirdi. Mən bununla oynayandan sonra gördüm, yox, cəmaat məni məcbur eləyir ki, mən pambıllıq eləyim. Mən başladım Sevkadan sonra pambıllıq eləməyə. 2022-ci il, hə. 2022-dən mən pambıllıq elədim, gördüm, xalq məni belə sevir. Sən elə bilirsən, Vaqa elədir. Qurana and olsun, Vaqanın küçədə səsi çıxmır da. Vaqanı bugünkü günü insanlar o rolu veriblər ki, belə oyna, biz səni belə sevirik. Sən elə bilirsən, küçədə Semka belə danışır. Yox, Allah and olsun, yox. Sən Semka ilə mən biz getdik studiyaya, qabaqda oturmuşdu, mən arxada oturmuşdum, müğənni də maşın sürürdü də. O insanın səsi çıxmadı. Biz sakit getdik, sakit də gəldik. Vaqanı mən 2 dəfə görmüşəm. Salamsız, necəsən? Biri Xırdalanda qaylar saxlamışdı, reydi idi də. Biri də ki, həkimin yanında gördüm. Həqiqətən də tamam başqadır da hər şey. Gördüyünüz kimi deyil. Prosta bura səhnə kimi deyil. Hamı özünü güldürməkdən ötəri. Yayın qalxsın deyənə deyirik, gülürük, danışırıq. Mən bugünkü günə otursam sənə necəsiz, oliqarx qızlar var idi TikTokda. O belə otururdular, deyən görsədim, biraz onlarla murtdaşıq. Canım, bunu Portbakudan aldım da, hiç bilmem, Portbaku aradası, hiç bilmirəm. Hə. Bunu belə vurursuz qızlar. Bu belə eləyirsən də, bu belə olur. Bunu eləyəndən sonra üst kremini belə çəkirsən, balam. Belə çəkir. İndi bir sən də ayrılırlar deyən görsədim sənə. Abla, ne edirsiniz, yatərsiniz, azağarsınız. Hə, yaxşıyam. Az işte kartuşka soğan aldıq. Canlıları qalxsın deyənə bacı. Oliqarx qızlar burada. Dəstəkçilər saxlayırdı onları. Bacı sıralamadaydılar. Bacı bütün günü bizə Victoria Secret'in spreyini görsədən qızlar indi ləman olublar bəyəcim. Başlarına bundan vurublar ki canlıları qalxsın. Qurana and olsun, dünənləri birinin canlısına girdim, təsadüf əlimdəydi, Allaha and olsun, təsadüf. Qıza baxdım, dəli oldum, dedim, az bu odur, o sıralamada birdəydi. O qədər dəyişiblər ki, çünki onları insanlar elə istəmir millət onları elə. Onlar gördü ki, dəstəkçilər qaçdılar. Dəstəkçi yoxdur, axı, indi dəstəkçi qalıb. Hamısı yığıb yığışdırıblar. Yoxdur dəstəkçi, bacı. Dəstəkçi olmadığına görə yayınları sıfırdır. Yayınları sıfır olduğuna görə, Allah, ləman olublar mənə üçün. Ləmanla zuzu olublar mənə üçün. Otururlar belə. Qızlar, kartoşka pişirək, qızlar. Az yaxşısız. Zehləm gedmiş yığını. Artistlər. Canlıları yenə 70 nəfərdə. 70 nəfərdə yanıq kişilərdir ki, birdən şortki qalxanda dalın bu boyda sallağın görərlər. Hə, insanlar sadə adamları xoşlayırlar. Yayında sadə insanları. Otursunlar, çisinlər filan şeyi, filan yerdə qaldım, filan şey. Bunlar Victoria Secret'i belə vurdum. Axşam mən şeydəydim, o bahalı yerlərin adını deyim də, nə bilim, az bilmirəm, atuşqa şeyəm, nə bilim, haran deyim. Sara getmişdim. Az o kafe var şeydə 4-cü mərtəbədə sup yeyirdim, tomat supu, bilmirəm. O yerə getdim, mən bilmirəm də. Allah hamd olsun, bilmirəm qızlar. Mən bahalı yerlərə getmirəm. Bilmirəm. Mən getdiyim yerlər ucuzlu yerlərdir. Ucuzlu deyəndə ki, getməmişəm də, başuza dönüm. Kalaritə getmişəm, Boranıya getmişəm, Ləzizə getmişəm, Vızqırt da, ay oğlan. Belə yerlərə, mən bahalı yerlərin Behalı yerlərin adını bilə, filan yerə getdik canım, oradan çıxdıq, oraya getdik. Hindi danışan qızlar yoxdur, bacı, rəhmətə gediblər, yoxdurlar. Canlılara ki, bütün oliqarx qızlar hamısı, sən belə xodu ponluydu, piyaner idi da maytafon. Maytafonlar düşdü Bluetooth'a. Hamısı Bluetooth sistemindədir, içi mən qarışıq. Hamısı, mən olsa Bluetooth'daydım ha. Ləmandır, mənəm, indi bir ikisinin adını çəkə bilməm. Ərkelib Ləmanın adını çəkirəm. Belə xoşum da gəlməsə Ləmandan. Atnaşeniyam da olmasa, onun da məndən xoşu gəlmir. Biz ərkelib adını çəkirəm də, dinmir o. Mənə cavab qaytarmır, bilir. Biz Bluetooth'du maytafonlar. Onlar piyaner idilər. Piyanerlər hamısı düşdülər Bluetooth'a. Hamısı Bluetooth'dadılar, bacı. Girirsən telefonla Bluetooth, oradan YouTube vizyon. Bunlar hamısı piyaner idilər. O vaxtı rəhmətli yatamda da var idi. Telefonlar belə gedirdi. Belə idilər. Dəstəkçi. Ömründə bir dəfə oğlan mənə 2 dənə yellənci yatdı. Məni direktdən eynədi.
2 dənə yelləncəydi 9 manat eləyir. Bacı məni öldürdü. Mən sənə yelləncə yatmışam. Biz nə vaxt otururuq çay içməyə? Dedim ay qardaş, o yelləncə nə qədər eləyir? Mən sənə 9 manatlıq hədiyyə atmışam. 2 dənə kalbim əllə. Dedim neyniyim qardaş? Gəlib sənin evində qalım. Mən nə istəyirsən məndən? Tələbin nədir? Gördüm mənə nalayiq ifadələr işlədir, atdım o bloka. Ondan sonra bacı dəstəkçilərin yanında məcburam bu çırçındır köynəyimi giyindim ki, mənə deyirlər, sən niyə əvvəl çırçındır giyinirdin? Bilsən niyə? Əvvəllər TikTokda mən canlı açanda mamam mənə çox sıxırdı. Bezdirirdi də, ağzına gələn deyirdi mənə. Mən də bu çırçındır köynəkləri giyinirdim, səy-səy başıma şey vururdum. Mən elə qız deyiləm. Mənə qonşularım tanıyır ki, səliqə ilə giyinirəm, çıxıram bayra. İndi açıq giyinirəm, tursiklə çıxıram, eybi yox. Yəni giyinirəm də, TikTokdakı kimi deyildim. Bu dəstəkçi acların əlindən, onlar mənə patxod eləməsin, mənim adım burada filan kəslə gecə getdi, səhər gəldi deyənə çıxmaz. Deyənə çıxmaz. Deyənə çıxmaz. Məcbur geyim. İndi də mən deyiləm. Mən demirəm, mən kişi görməmişəm. Həyatımda kimsə var, kimsə olub. Kimin neyinə lazımdır da? Anam megabayt açım. Megabayt açdım, cəhənnəm olsun. Bu internetə olsa kişiyə atıram da pulu. İnternetə şey açdım, megabaytı. Qızlar, bu mamam mənə dağ çəkirdi də. Ki qohumlar yığır, pis-pis sözlər deyir. Mən də təzə boşanmışdım, başa düşdünüz. Az köplada. Nara xanım, niyə gecə sənlə gedib səhər gəlirdim, pul yığırdıq bir yerdə? Niyə köplayıram ki? Mən bəyəm deyirəm, sudan ağrı şeydən duruyam. Mən o halımdan şirin idim. Mən də o halda məcbur idim TikToka çıxmağa. Çünki mamama o qədər zəng eləyirdilər. Vay, bütün nəsil bildi sən qızın boşanıb. Niyə qoydun TikToka girsin? Biyabır olduq. Az boşanmışam da neyiniyim indi mən? Hamının nəslində boşanmış var. Mən ayrılanda məni çox sıxdılar. Məni o qədər bezdirirdilər, məni yorurdular. Məclisə gələndə denən ki, ərim işlədi. Abacı, niyə deyirəm, ərim işlədi? Boşanmışam da. Yox, mən boşanmışam da. Mən niyə cəmaata yalandan deməliyəm ki, o inanırsa utanırdım. Ərim filan yerdədir. Axşam işlədir.